Olacaqdan uşaqlar qorxubdular. Yox, gəlir. Saat 9-da kimlərin dərsi olacaq? Mənim. Deməli, sənin dərsin olacaq. Sonra başqa 9-da kim ayrılmaq məcburiyyətindədir? Məndə müəllim fizika var. Sənin fizikan var. Deməli, Turanə, Lalə. Başqa? Başqa heç kim. Başlayırıq. Həriyə 2-2 sual fırlayacam. Prosta bu 2 nəfər biraz çox qabağa salacam. Bunlar gedəndən sonra da dərsimiz yenə davam edəcək. Deməli, Turanə, Bəli, müəllim. Turanə, əgər mən Würz reaksiyası üzrə 2 metil propan almaq istəyirəmsə, natriumla nəyin reaksiyasını aparmalıyım? Nə və ya nələri? Burada mən metanla propilin, propanı, Metanla propanın, yoxsa yox, mən onların xlorlu birləşmələrin. metil xloridlə nəyin? Propil xloridi, Propil yoxsa izopropil? izopropil. İzopropil xloridin var. İzopropil xloridin reaksiyasını aparmalıyam. Yaxşı, və C3H8 plus N mol xlor 2 alınıb C3H2 xlor N plus NH xlor. Deməli, burada alınan H xlorla neçə mol 3 turşulu əsası tam neytrallaşdırmaq olar? Mən burada 2 dənə hidrogen qalsa, deməli 6-sını əvəz edib. Onda N6 olur. 6 mol H xlorla da 3 mol 3 Neçə turşu mol? 2 mol. 2 mol 3 turşulu əsası tam neytrallaşdırmaq olar. Yaxşı. Lalə, Mən də gəldim. sən kimsən? Şəfəq, 9-da çıxmaq məcburiyyətindəsən. Bəli. Yaxşı. Tamam. Lalə, metanın oksidaşma reaksiyaları vardı. Hansı məhsullar alınırdı? Deməli, metanın oksidləşməsinə alına bilər CH2OH, metanol. Sonra alına bilər HCOH, yəni qarışqa turşusu, bir də su. Bir də bu formaldehid alına bilər su ilə bir yerdə. Yaxşı. Deməli, CH4 bir də C3H6. Deməli. Nə sual? Hansında karbon siqma-rautənin sayı karbon sayına bərabərdir? Birincidə karbon siqma yoxdur. İkincidə 3 dənədir. Yəni, neydə? Hansı normal şəraitdə qaz halındadır? Normal şəkildə ikisi də qaz halındadır. Hansı homoloji sıranın ilk nümayəndəsidir? Hər ikisi. Hansı birləşmə reaksiyasına daxil olur? CH4 birləşməyə olmaz, daxil olmaz. Amma o biri ola bilər, siklopropan ola bilər. Yaxşı. Şəfəq. Şəfəq. Mən sual gözləyirəm. Aha, tamam. Şəfəq, xlorformun formulu nə idi? Yaxşı, bir dəqiqə. CH4 plus X xlor 2 xlorform alınıbsa. X nəyə bərabərdir? C xlor 4 alınıb. Xlorform C xlor 4-dürmü? Bəli.
Bəli. Bu deyil. Üstü də H xlor. Plus H klor. Aha, X nəyə bərabərdir? Bir saniye. Hidrogen 4'te. Onu 4 mol H xlor alınır. 8 Hı. 4'e beraber. Xeyr. Xloroform CH klor 3. 3 olacaq. C xlor 4 neydi? Tetrafluor metan. Hı. Deməli Şəfər, üçlü butil və izopropil radikalların birləşməsindən alınan maddə. Adı nədir? Yazım indi mən, yoxsa ekranda yazım? Yaz. Üçlü butil. 1, 2, bir saniye. İzopropil budur. Üçlü butilden 4. Tam 1, 2, 3, 4. 2, 2, 3. Trimetil butan. Burada neçə üçlü karbon atomu var? Yoxdur. Bir dənə. Bir dənə. Bəli, bir üçlü karbon atomu var. Yaxşı, Əli. 1 mol alkanın tam yanmasından N-2 mol H2 alınıbsa, alkan molekulunda olan hibrid orbitalların sayı nəyə bərabərdir? Deməli, alkanda 2-4 qədər hidrogen var. 2x plus 2-ni bərabər edəcək 2-4-ə. 2x bərabərdir 2-nin -6-ya. X də bərabərdir n-3-ə. Nə soruşdunuz? Hibrid orbital. Hibrid orbital 4x-dir. Yəni 4n-12. 4n-12. Deməli, bir dəqiqə. X və Y alkanların rabitə yaradan orbital sayı, bunda A-dır, bunda A plus 18-dirsə, bunların karbon atomunun oksidləşmə dərəcələri bu X, bu Y olarsa, X bərabərdir, Y plus minus nə bilim nə. Deməli, CH2 fərqə görə baxacağıq. Orbital fərqi 1 CH2-də 6-dır. 18 isə deməli 3 CH2 fərq var. Oksidləşmə dərəcəsində 1 CH2-də -2-dir, 3-ündə olacaq -6. Nə yazacağım? Deməli, bir dəqiqə mənim, Y daha çoxdur da. Yazacaq ki, X bərabərdir X, Y -6. Yox, Yoxsa Y plus 6. plus 6 olacaq. Y-də karbon çoxdursa, oksidləşmə dərəcəsi daha az olacaq. Ya bu -6 qədər çoxdur. Yəni ki, bu X -6-dır. Ona görə Y plus 6 gəlməlikdir. X-ə bərabər olsun. Yaxşı, Turanə. Deməli, CO və N2-dən ibarət olan qarışığa X qazı əlavə etdikdə sıxlıq M-orta artır. Amma HCHO və HCHO və nə deyək? NO-dan ibarət olan qarışığa X əlavə etdikdə M-orta azalır. X və oksigen qazlarını qarışdıraraq sıxlığı N2-nin sıxlığına bərabər qarışıq hazırlamaq olarmı?
Çox uzun oldu. Bu böyle sual olar. Kələfin ucu değil. Hadi bakalım. Burada CO ilə NC-nin M ortası 28-dir. Artırsa 28-dən böyük olmalıdır X kütləsi. O birisinin ikisi də 30, yəni M ortası 30-dur. Azalırsa 30-dan kiçik olmalıdır. Bu da 29 olmalıdır. X 29-dur. İndi mən 29 Değil. 29 ola bilər. Əslində 28-dən 30-a qədər bir qiymət ala bilər. İlla da 29 olması lazım deyil. Xəyali bir qazdır da bizim tanıdığımız konkret real bu hansı qazdır deyə bir sual qoymuruq burada. Burada məsələ konkret bu qazı tapmaq yox, bu tip suallarda necə qaydanı uygulamaq. O cəhətdən mən sual verməyə çalışmışam. Sonra N2-nin sıxlığı 28-dir. Hazırlamaq üçün bir ondan böyük olmalıdır, bir də ondan kiçik olmalıdır. Amma burada ikisi də böyükdür, ona görə olmaz. Olmadı, yaxşı. Bəs M-orta düsturu necə hesablayıq M-orta düsturu? Verilən molu vururuq həmin maddənin kütləsinə. Kütləsinə? Yəni nisbi molekul kütləsinə. Yəni molyar kütləsinə. Yəni o verilənləri yazırıq elə, sonra məxrəcdə də onların mollarının cəmini yazırıq. Molların cəmini yazırıq. Bəli. Sonra Lalə. Bəli, bəli. Deməli bircə dəqiqə. N2 molekulu. N2 molekulu. Bir N2 molekulu, bir sözdür. Bir deməsəydik də olardı əslində, amma da dedim. 1 mol H2 0,0001 qram O2. Bu maddələrin kütlələrini müqayisə edək. Beləli. Aha. Deməli, bir molekul deyirsəm, bu o deməkdir ki, burada bir mol. Bir mol 6,2 bölü 10 sayı molekuldur. Yəni Na, 2 Na qədər. Kütlələri müqayisə edəcək ya, molekul, hissəcik sayların yox, kütlələr. Hə. Onda belə eləyək də, hamısını mola gətirsəm, bu biri zaten bizə verilib qramdan, o birlərə baxaq. N2 molekulu Na-dır bu. N2 molekulu Na qədərdir. Yox, bir dənədir. 1 Na-dır. 1 mol H2 isə 2 Na-dır. Aha, onda hidrogen 2 daha çox olur. Yox, 1 Na, 2 Na. Hidrogen 2 daha çox olar. Nəydən? Yəni bu A, bu B, bu da C olsa, nə nəydən böyükdür deyək. Burada B C-dən böyükdür. Aynen B. Əslində N olaraq B çoxdur. Onda B böyükdür. B A-dan böyükdür. B C-dən böyükdür, B A-dan böyükdür. Bəs B A, C, aynen C. Bu bir molekuldur. Bu da kim molla götürsək. Məncə A C-dən böyük. B, A, C. Eləmi? Düz dedim sən. Düz demədim. Öyle. Bax, bir molekul çox kiçik olur. Bir molekul 1 Na deyil. Bir molekul elə bir molekuldur. 1 Na 1 mol molekuldur. Altdan %2 molekuldur. Yəni N2-nin kütləsi burada 28 böl altdan %2 var, 23. M böl Na. 1 mol hidrogen, yəni
2 qram da, bax 1 molu 2 qramdır. Bu da ki %1, nə bilim neçədə 1 qram, 10 mində 1 qram. Deməli, B böyük olacaqdır C-dən, o da böyük olacaqdır A-dan. Bu birinci çox kiçik rəqəmdir. Ümumiyyətlə, molekulların, atomların öz həqiqi kütlələri həddən artıq kiçik olur. Hansı ki biz onu Molekul tapanda molu enayi vurmurdu. bəli, molekul tapanda molu enaya vurdu. Molekul sayını tapanda, amma kütləni tapanda yox ki. Bir də ki, biz Aha. burada molekul niyə tapaq ki? Bir molekul olduğunu demişəm də sənə ki, bir dənə azot molekulu var. Bir var 1 mol azot. Bir var 1 molekul azot. Hə, bir mol azotda уже 2 dənə, 2 A. yana sayda molekul olacaq. Yox, elə ena sayda molekul olacaq. Hə, yana, hə. Bəli. Yaxşı. Bəs X RH2 tipli uçucu birləşmə əmələ gətirirsə, baş oksidin formulu nə olar? Aha, deməli uçucu deyiriksə, onda metal deyil. RH3, RH 6-cı qrupda yerləşir onda. Belə çıxır. Hı? O da 2, o da 6, R2, O3. Yox, bir dəqiqə. R ilə onu yan yana oksigeni 2 yazsaq, R də 6. Neçə düşür? RO3 düşür, hə. Eroid düşür. Şəfəq. XH Şəfəq. Aynen. XH uçucu hidrogenli birləşmədir. YH2 no uçucu. Y və X-in əmələ gətirdiyi birləşmənin formulu. Uçucudur. Onda X'in variantı 7'dir. O da uçucu değilse o da 2'dir. Onda Y'in başına 2 yazırıq. Ona 1 yazırıq. O da X, Y, X2 gelir. X1, Y, Y. Yaxşı. Bəs Şəfəq xanım, H2SO4. Hı. Bir dəqiqə. Vermək istədiyim sual. Çox asan da olacaq. Çox asan sual vermək istəmirəm. Bir dəqiqə. N2 plus H2 reaksiyamız var. A. Eyni kütlədə N2 və H2. B. Eyni molda N2 və H2. Götürürük. İki fərqli vəziyyət var da. Eyni kütləli N2 və H2 götürürük. Və başqa bir halda da eyni molda N2 və H2 götürürük. Hər iki reaksiya tam baş verərsə, birinci halda nə artıq qalar? Hansı maddə artıq qalar? İkinci halda hansı maddə artıq qalar? Hadi Şəfəq xanım. Şəfəq itirdik. Şəfəqi doğrudan itirdik. Bəli, Şəfəq itirdi. Yox, gəldi. Müəllimə verdiyiniz sualı bir də verə bilərsiniz zəhmət olmasa. Çox pis adamsan. Deməli, Şəfəq, N2 plus 3 H2 reaksiyası nə bilim nə var? Deyirik, bunları ilkən oxu da burada hər şey yazılır. Eyni kütləli N2 H2 reaksiyasından hansı maddə tam reaksiya baş verərsə, bunlardan hansı artıq qalar? Eyni molda N2 və H2 reaksiyasından bunlardan hansı artıq qalar? N2'nin H2 reaksiyası alırıq. Eğer 2 mol H3, onda 3 mol H2 girir. Eyni kütləli götürürəmsə MM, aşağısına 28, aşağısına 3 dəfə 2, 6. Məxrəci Yaz böyle da. yazım. Hı hı. Yazdım onu bir dəqiqə. Bəli.
Budur reaksiyamız. Əgər birinci halda eyni kütləli götürsəm, bura 28 olar, bura 6 olar. Məxrəci böyük olan kiçik, məxrəci kiçik olan böyük. Yəni bu kiçikdir. Onda bu tam sərf olunub. Artıq qalır H2. Yəni bunu deməyim kifayətdir. Aha, aha. Bir də eyni molda da götürsəm əgər, məsələn A mol götürsəm bu 1,3-dür. Yenə də bu daha kiçik olur. Onda bu tam sərf olunur. Burada da azot artıq qalır. Yaxşı. Sonra Məmmədova Fatimə. Bəli. Fatimə xanım, mən ifadələr səsləndirirəm. Sən də səhvli düzdür deyirsən. Yaxşı. Hı hı. Deməli. Sirkəli suyu durultma üsulu ilə ayırmaq olar. Səhv. Səhvdir. Qaz qarışığının 1 molu normal şəraitdə 22,4 litr həcm tutur. Düzdür. Tamam, yaxşı. 2 mol N2-dən 40% çıxım ilə 3 mol NH3 alınır. Reaksiya yazıram müəllim bir dənə. N2 üstəgəl 3H2, 2NH3. Aşağısına nəzəri yazaq. 1, 2. 2 vurulsun 0,4. X. O da ki alınmır zaten. 1,6 edir, hə? Bəli, alınmadı. Bu düz. Bəli. Tamam. Əgər RH3 tipli uçucu birləşmə əmələ gəlirsə, R elementi həmişə həyəcanlana bilər. Yəni, o elektronların həyəcanlanmasına söhbət gedir, elementin özünün həyəcanlanmasına gedir. 5 valentlidir. 5-ci qrupda yəni. İndi 5-ci qrupdadsa həyəcanlanma hamısı yox. Həmişə yox. Çünki ikinci qrupda olsa onun deyil. İkinci dövrdə olsa İkinci dövrdə olmaz. Sonra Fatimə xanım deməli xrom olmadı. Manqan 25 3 müsbət. D elektronlarının S elektronların nisbətini hesablayacaqsan. Da mən o şifayı hesablayamadım deyə sən rəqəm demədin. Mən elektronunu iyon formu yəni. İyondur da. Bax hələ, 22 burada sənə onsuz bu formulu verib başqa şey deyə bilməz. Məcbur elektron deyəcək. Özüm yazım sonra sizə deyim yoxsa? Danışaq da. Müzakirə. 22 tane elektronu var. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d2. Şimdi burada D elektron sayı 2'dir. S elektronda 8, 4'te 1. 0 tam %25. Mənim 2 dənə sualda səhvlik oldu deyə. Birinci İki dənə? S-dən. Bəli. Birinci hansıydı yuxarıda? Normal Bəli, şərait. qaz qarşımda 1 molu 22 Bəli, 1 mol tamamda normal şərtdə 22,4 litr həcm tutur. Onun nəyi səhvdir? qarışıqda müəllim. Bəli. Tamam, mən səhvləmişəm. Amma manqan Əli, o 1 molu NA sayda da molekul saxlayır. Sadəcə kütlələr normal kütlədən fərqlidir. Ay müəllim bildim, bu manqanı deməyin, bildim. İndi bunu Necədir bəs? 25'e göre yazırıq. 3D5 yazın. Orada S-lərdən 2 dənə çıxır. Bir dənə də ki D-dən çıxır, 4 olur. 4 bölünsün 6 olacaq. 2 bölü 3.
Bəli. İndi düzəltdi. Tamam. Qayıtdıq bir dənə də Turanə. Bəli, müəllim. Turanə xanım. Hidrogen, oksigen, su. Mislə reaksiya daxil olur. Oksigen, Oksigen. Sonra yanır. O iki də yanır da yəni. hidrogen, Hidrogen. Bəli. Metalların qaynaq edilməsində. hidrogen, oksigen, Hidrogen və oksigen. Bu doğru. Sonra dəmirlə reaksiya. oksigendən su, Oksigen, su. Xlorla reaksiya. hidrogendən su, Hidrogenlə su. Yaxşı, bəs yodla reaksiya desəm. Mənim hidrogendə oksigenlə getmir, su ilə də getmir. Bəli. Hidrogendir, bəli, doğru dedin. Tamam, yaxşı. Lalə, mən qeyri-üzvdən sadəcə hidrogen, oksigen, su vermişdim də, başqa bir şey verməmişdim ki. Bəli. Lalə xanım, KMNO4 T parçalandı. Alındı X. Sonra alınan maddə natriumla reaksiya girdi. Alındı Y. Bu da CO2 ilə reaksiya girdi. Alındı X plus Z. Z maddəsi. İndi kalium manqanat parçalananda kalium 2 manqanat, manqanat 2 və O2 alınır. Yuxarı qoymuşam sən onu. Oksigendir. Natriumla oksigen reaksiya girəndə orada əmələ gətirəcək, deməli natrium 2O2 əmələ gətirəcək. Onun üzərinə biz CO2 gəlsə, natrium 2 CO3 ilə oksigen əmələ gələr. Onda X oksigendir, Z-də natrium karbonat. Yəni Z maddəsi bir. Ərimə temperaturuna qədər qızdırıldıqda parçalanır. Natrium 2 CO3, natrium kalium karbonatla parçalanmır. Suda məhlulu turş xassəlidir. Suda məhlulu. CO3 zəifdir, natrium qüvvətlidir. Orada hidrozil isə əsas xəstəli olur. H2O plus CO2 ilə reaksiya girdikdə turş duza çevrilir. Natrium 2 CO3-dən H2 CO3 gələndə natrium H2O3 əmələ gələr. Əmələ gələr. Suyun ümumi codluğun aradan qaldırması istifadə olunurdu. Suyun codluğunda məncə istifadə olunurdu. Səncə? Bəs kimyaca? Bir dəqiqə, suyun codluğu. Suyun codluğunda yox, biz istifadə edirdik maqneziumun birləşməsindən. Natrium karbonat. Sodadan istifadə edirdik də. Bəli, Yox. doğrudur. Doğrudur. Soda üsuludur. Hər ikisində var idi. Şəfəq Bəli, müəllim. xanım, deməli belə bir dövrü cədvəldən bir hissəmiz var. Bu X-dir, bu Y-dir, bu da Z-dir. X2O3 tipli baş oksid əmələ gətirir. Z bir dəqiqə Y
Y həyəcanlanmır. Bunların sıra nömrələrin cəmi nəyə bərabərdir? X, mən qələmi verin yazmağa çalışım. Yazmağa çalış. İndi bu X şeydir. X kod əmələ gətirirsə, bunun valenti 3-müş. Onu bura 3-dür. Onu burası da 5-dir. Burada 4-dür yazım bundan. Əsas yarım qrup elementləridir ya yoldaşlar. Y həyəcanlanmır. Yəni boş orbit. Sizə bunu deməyə heç ehtiyac yox idi. Y həyəcanlanmır. Deməyə ehtiyac yox idi. Əsas yarım qrup olduğunu deməyə ehtiyac yox idi. O Y həyəcanlanmır söhbətindən onu tutmaq olar. Bu azotdur buradakı da. 6, 5, bura 13, burası da 14'dür. Bunun 19'un da 7, 26. Təşəkkürlər Şəfəq xanım. İndi səncə burada səncə Z, X və Y-dən radiusu kiçikdir desəm doğru mu olar? Z, Z-in X və radiusu. Y-dən radiusu. Mənim qələmi Tamam. yenə. Geliyor. Z bunun radiusundan kiçikdir yoxsa böyükdür? Kiçik dedim. Little. Qrupu kiçik şeyi böyük götürməliyik də, dövrü böyük. Düz deyirsiniz. Düz mü deyirəm? Sevindim düz dediyimə. Amma düz demirdim. Bunun ən böyük olanı demirdiniz. Hı. Radius ən böyük. Onda biz Z-in radiusu necə onlardan kiçik ola bilər? Z onlardan daha aşağıdadır. Mən bir dəqiqə, biz burada bunun çoxunu axtarırıqsa, bunu az götürürük, o birisini çox götürmürük. Yəni minimum bunun qrupunu götürürük, maksimum da dövr götürürük. Ay bir dəqiqəyə qarışdırdım bir saniyə. Belə getdikcə radius artır, Hı. belə getdikcə də azalır. Hı. Onda x-in radiusu bundan çoxdur, x bundan çoxdur, z də x-dan çoxdursa, avtomatik z ikisindən də çox olur. Təşəkkürlər. İndi Şəfəq bir dənə də sual verək sənə. Y üstü n, z üstü m. Hı. Elektronları bərabərdirsə, n plus m nəyə bərabərdir? Mən nələri bərabər dediz eşitmədim. Bir saniyə. Hər ikisi eyni təsirsiz qaz elektron formulundadır. Sıfır. Sıfır olur. Bilmirəm ki. Hər ikisi eyni təsirsiz qaz elektron formuludur. Təsirsiz Gəl qazlar. Z-in yerini dəyişməyim. Z buradaydı. Qoy burada qalsın. Burada. Hə, Z buradadır indi. Hı? Burada deyil. No. Bəs bu hamısını əhatə eləyir, yenə əvvəl kimi. Bayaqlarıki söhbət vardı. O söhbətin ardıdır da. Yaxşı, onda bura 3-dür, bura 4-dür. 4-cü qrupdur. Hər ikisi eyni təsirsiz qaz elektron formuluna malikdir. Yəni N2 MP4-dür. N2 MP6-dır. Amma mümkün deyil axı, bu necə ola bilər elə bir şey? Bilmirəm. Bir saniyə 2S2, 2P, bir dəqiqə 3S2, 3P2, Z-dir. Hər ikisi eyni elektron formulu desəydiniz, hə, təsirsiz qaz nə idi? Eyni şey. Cavab. 2 olur. 2 olmaz yəni. Hər ikisi eyni təsirsiz qaz. Heç kim tapa bilməyib. Çox qəşəng sual vermişəm. Sevdim sual. Mən təsirsiz qazlara həyəcanlanmır axı. Sən kim deyib ki, bunlar iyon deyə. NM iyon yüklər. Mən Heç kim tapa bilmədi.
Niyə tapa Müəllim bilmirsiniz? tapdım 9 aldım. What are you doing? Ne varsan arkadaş? Mən izah eləyin, mən gedim dədim mən hamısı. Arkadaşlar, sen bunu 14, bunu 7 dedin de. Bunlara en yakın təsirsiz qaz 10'du da. Bu ona gəlmək üçün 3 mənfi olmalıdır. Bu ona getmək üçün 4 müsbət. Müsbət 4 üstə də mənfi 3, 1 müsbət. Всё. Gedin mənim çıxsam. Aleyküm sağ ol. Deməli, Müseyib, Anlamadım Ömer. 10 niye şey? bəs neçə? Mənə Niye çıxmırlar. 18 yok 10? Ha? Çıx ben. Ha? He 7 ile 14'e yakın 10. Bəli, bəli. İkisinin də gələ biləcəyi təsirsiz qaz 10'dur da. Anladın mı Ali bəy? Hüseynzadə. Bəli müəllim. Tamam. Bəli, bizdə kimlər buradadır? Bir dəqiqə. Çocuklar yaman çox qoşulublar bugün. Bir dəqiqə. 7 nəfər niyə oldu axı? Hə, Zəhra gəlib. Müseyib əfəndi. Bəli, müəllim. X3 mənfidən, yəni X3 nə bilim nəyə, 2 mənfiyə məsələn gəlsə, burada hansı hissəciklərin sayı dəyişməz? Nə dəyişməz? Mən proton sayı dəyişməz, Hı sabit -hı. olaraq qalar. Hı -hı. Elektron sayda 5 vahid artar. Çünki Radius. mənfi yönə çevrilib. Radius da mənim elektron sayına görə artar. Radius da artacaq. Aha. Başqa neytron, kütlə dədir. Mənim kütlə dədi sabit qalır, neutron da sabit qalar. Başqa nə dəyişməz ki orada? Yaxşı, o sabit qalar, bu da sabit qalar. Ya, Müseyib, Bəli, müəllim. 2NO plus O2 reaksiyası baş verib, 2NO2 alınıb. Hə. Bir saniyə. Eyni kütləli NO və O2 reaksiyasından 7 qram maddə artıq qalıb. Neçə? Alınan qaz qarışığının mol nəyə bərabərdir? Reaksiya tam baş verib. Çox qəşəng sual oldu. Heç belə düşünmürdüm bura qədər. Gəldim, burada sualı dəyişdim. Bir Bədahətən. dəqiqə mən deməli NO eyni kütlə. 30, O2 32, NO2 də 46. Aha, deməli mən burada o keçən dəfə demişdiniz, əgər neçə qram maddə artıq qalırsa, elə o fərqi göstərir. Eyni Burada da kütləlik, eyni mol deyirsə bə. aha, deməli burada da eyni kütləli olsa, deməli 60 qram NO, 32 qram da bu, fərq eləyir 28 qram. Bu yəni normal Hı. olaraq 2 mol NO, bir də 1 mol oksigen reaksiyaya girəndə belə olur. Onda da 92 qram NO2 alınırdı. Fərq 28 olanda 92-dirsə, 7 olanda da 4-ə bölürük, həmin o 92-ni. Bizə nəyi soruşur? Bir Mol. metr. Mən mol 4-ə bölürük də burada. Qaz qarışığından da artıq qalanı oksigen olur. Hı. Elə 7 qram. Hı. Bunda da elə 7 vuraq 0,25 17 tam onda 5 olur mənim cavab. 7-ni vurdum 17,5. 0,25. Mən bəli. Gəl sənə bir dənə söz deyim. O2 və NO2 heç vaxt bu emortanı verə bilməz. Çünki O2-nin Kütlələr emeri, kütlə önəmli deyil burada. Emorta qarışan qazların emerləri arasında qiymət alır. Hər hansı bir kütlələri arasında yox.
Yəni bunu niyə görə deyirəm? Cavab tapanda həmin bir yoxlayıb tez qərar verə bilərsiniz. O2 nemeri 32-dir, NO2 isə 46-dır. Bunlar 32 və 46 arasında ədəd verə bilər. İstərsən oksigeni milyonda 1 qram götür. Milyonda 1 qram, bax söz deyirəm amma. NO2-ni 1000 qram götür. Fərqi yoxdur, qram deyirəm. Bu M orta 32-nin 46 arasında rəqəm ala bilər. Всё. Nə qramda götürsən götür. Yani sual verebilir miyim? Verə bilərsən. Bu 7 fərqi niyə oraya yazdı axı? Hara yazaq? Yəni nə təklif edirsən? Anlamadım müəllim, o fərq niyə Hə, bax olmuş? Fatimə, keçən dərsdə mən demişdim. Əgər ilkin maddələr eyni kütləli deyirsə və birin artıq qalma deyirsə, o artıq qalma ilkin maddə arasındakı fərqə bərabərdir. Asan yolla belə həll edə bilərsən. Həmişə belədir. Həmişə belədir. Bəli. Reaksiya tam gedirsə, bax tam gedir şərti olacaq təbii ki. Reaksiya tam gedirsə, ilkin maddələrdən eyni kütlədə götürüləndə, ya fərqli kütlədə götürüləndə deyə bilmərəm. O artıq başqa hesablamalar gərək. Eyni molda Eyni söyle. kütlədə, eyni mol olsa, eyni litr olsa, biri artıq qalırsa, bu onlar arasında və reaksiya tam gedirsə, bu onlar arasında ilkin arasında fərq. Aynen. İndi molla mesela eyni molda deyir, ama mesela deyir 7 qram maddə artıq qalıb. İndi onu da Eyni fərq molda edir desə, ki, 7 qram maddə artıq qalsa, onu biz artıq başqa cür baxacağıq. Çünki eyni molda götürəndə, bunlar qramları artıq fərqli olacaq, eyni kütləli olmayacaqlar. 7 qram artıq qalmanı biz fərq kimi, kütlə fərqi kimi baxa bilmərik. Yaxşı, bax, yenə də fikrimə bir dənə qayıt. Eyni kütləli desə və qramla artıq qalsa bu fərqdir. Bir vahiddən başqa vahidlə yox. Yəni, eyni molda desə və filan mol artıq qalıb desə, bu yenə fərqdir. Amma mol deyib, qram artıq qalır və ya eyni qram deyib, mol artıq qalır desə, bu fərq deyil. Bax, mənim dediyimi bir dənə sözə fikirlə. Əvvəli eyni olmalıdır ki, eyni kəmiyyət. Sonra da o gəlib, o həmin kəmiyyətlə artıq qalsın. Məsələn, eyni mol götürsək, məsələn, 2 mol. Bu 60 qram edir, bu isə 64 qram edir. Bunların fərqi, buradan artıq qalan bunların fərqi deyil. Yaxşı? aydın. Bəli. Hə, indi bu söhbəti necə həll eləyəcəyik? Burada eybəcər rəqəmlər olacaq təbii ki, amma yəni heç olmasa yolun deyək də. Mən burada M ortaya görə artıq qalan 7 qramı götürərik oksigendən. NO2-dən də mənim alınır bir dəqiqə 92 M-orta qram. nədir, Müseyib? M-orta nədir? Mən molları vururduq emirinə, bölürdük mollar cəmini. Yəni, molları emirə vuranda kütlə. Kütlə cəmi bölünsün. Mol cəmi. Mol, bəli. Kütlə cəmi 7-30-dur. Amma mol cəmi oksigen molu nə yazacaq? Dəqiqə, Ha, Müseyib. bunda artıq qalma var. Ay Müseyib, 7 qram oksigen artıq qalıb da, artıq qalma var. 7 qram artıq qalıb. Bunu bilirik 7 qram artıq qalıb. Yəni, biz son qarşılığımız bu deyil. Burada aydın olmayan nə var? Orada mən mol sayını nə götürərik ki, oksigenə görə? M-orta hesablamaq istəmirik. Bəli. M-ortanı necə tapırıq? Yaxşı. Emirləri vururuq mən mollara sürətdə. Mən də Bölürük onu mollar dedim ki, cəmini. emirlərə, mollara vurub toplayanda, yəni bu kütləni alacağıq. Onu lazım deyil emiri mola vuraq. Yaxşı. Bir dəqiqə. Onda reaksiya üzrə mənim normalda 1 mol girir. Amma O 7 söhbəti biz qramda keçmişik, mübarək. O söhbəti biz keçmişik. Bizim 7 qram oksigen və 23 qram NO2-dən ibarət bir qarışığımız var və bu qarışığın M-ortasını tapmağımızı istəyirik. Fikir vermək istəyən var, fikir demək istəyən varmı? 7-ni mən 32-yə bölərik. Hı-hı. Molunu taparıq. Sonra? Daha sonra NO2-də də 23-ü bölərik 6-ya. Bəli, budur.
Bax, bu hesabı aparıb burada M-orta tapmalıyıq. Hüseyin, burada sənə aydın olmayan nədir? Mən oksigen mol sayını tapa bilmirdim. Daha doğrusu necə tapım onu tam Ay, anlamırdım mübarək, ona qram görə. verib də, nə? Qram mol necə gətirsə, emirə bölürsən də. Düz deyil. Bəli, mən. Hı. Hə, indi baxın, bunu mən ərinməyib hesablayacağım. Kalkulatorum var. 30 bölünsün. Bu 0,5 eləyir. Bu da 7 böl 32 0,21875 üstə 0,5 0,7 elədi. 30 bölünsün 0,7 1875. Cavab da olur 41,7 3 9 nə bilim nə. Yəni bax bayaq mən nə dedim? Dedim ki, bunları nə kütlədə götürürsən götür, M-orta 32 ilə 46 arasında olmalıdır. M-ortaya fikir verin. Yəni siz alınmayın, biri 7-dir, biri 23-dür. 7 ilə 23 arasında alınmayacaq bunun M-ortası. Bu qramdır. Hər hansı bir kütlədir. Hər hansı bir kütlə M-orta o arasında alınmayacaq. MR arasında alınacaq M-orta. Sonra davam edirik. Müseyib əfəndi, Bəli, mən. əgər iki element eyni dövrdə yerləşirsə, Aha. X və Y. X-in atom radiusu Y-dən böyükdür deyirsə, hansı sıra nömrəsi kiçik olar? Bir dəqiqə mən dövrlər üzrə solda yerləşən daha böyük radiusa malik olur atom Hı-hı. radiusuna. Onda sıra nömrəsi ilə kiçik olan X olur. Çünki atom radiusu böyükdür. Y həm də eyni dövrdədirlər bunlar. Y belə deyək də daha sağda yerləşir. Yəni, Ona görə də yəni X olur. Sıra nömrəsi kiçik olan. bəli. Sonra gəldik burada Nurlan. Mən Nurlan əfəndi. Biz elektron formulları dolduranda 2 dənə yerdə deyirdik ki, kənara çıxma olurdu. 3D üstü neçələr olmurdu? 3D üstü 29 olmurdu. Bir də ki, opşi olanda say deyirəm də 29 bir də 24. Ay sağ ol. Bəs o 3D üstü neçələri idi onlar? 24 olanda 3D üstü 4 olurdu. 29 olanda da ki 9 İndi bunlar mümkün idi, yoxsa mümkün deyil idi? mümkün olmuyor. Bəli, bəs bunların yerinə nə olurdu? Bunların yerinə demək 4S2-nin birini verirdi. 5 yazırdı. Digərinə də 10. Salam. 4S. Salam Aytaç. 4S1, 3D. Yaxşı, Nurlan əfəndi. Belə bir dənə dövrü cədvəlimiz var, hə? İkinci, üçüncü dövr. Deməli, X özünə yaxın təsirsiz qazın bir dəqiqə, təsirsiz qaz X-in sıra nömrəsi. Özünə yaxın təsirsiz qazdan 3 azdır. 3 azdırsa, X 3 müsbət ionunda neçə elektron var? Özünə yaxın təsirsiz qazdan 3 azdırsa, deməli 5-ci qrupdur X. Hə. 5-ci qrupdursa, o da olacaq. Deməli S2, P3 2P3 bəli. Burada da sual nə idi? İon isə X 3 müsbətin neçə elektron olur?
De 10, Neçə? 10. 10. Mübarək. Bu X-in normal vəziyyətdə neçə elektronu var? 7. 7. İndi 3 müsbətdirsə Ha, 3 müsbətsə 4, 4. Mən apar 4 bilmirəm. elektronu olacaq. Lap yaxşı. Deməli, Nurlan bəy, bəs sən mənə deyə bilərsənmi? Spirtusu, bir də duz, xörək duzu su. Bunlardan hansı elektrik cərəyanı keçirər? Duz su. Hansı eyni cinsli qarışıqdır? O da bir dəqiqə. Hər ikisi. Hansının ayrılmasında qaynama temperaturun fərqinə əsaslanır? Espressoda. Duzda Hər ikisi. kristallaşdırma. Duzda da buxarlandırmadır. Ha, Qaynama temperaturun fərqinə əsaslanır. Su qaynayır gedir, duz qalır yer. Duzu kristallaşdırmaqla ayırmaq olmur. o şərbətdə falan idi də. O şirində olur, şəkərdə olur, bunda olmur. Yaxşı, sonra Xədicə xanım buradadır da. Xədicə, Bəli, müəllim. Xədicə, sizdə işıq sönməyib? Xeyr, sönməyib müəllim. Yaxşı. Mən- Bəs, Mən Bakıda deyiləm, Lənkərandayım hal-hazırda. boy, nə Bəli. qəşəng. Özümü yaxın hiss edirəm bura. Lənkəran. Getdik Xədicə xanım. Mən sana sual verim ki, Allaha da xoş getsin, bəndə də sevinsin. Deməli, Xədicə, N2 və SO2-dən ibarət bir qarışığımız var. Və bu qarışıqda N2-nin molu yox. Bu qarışığın M ortası dəqiqə. Çay 35 olarsa qarışıqda hansı qazın molu daha çoxdur? Diaqonal üsulundan istifadə edərik də. 28, 64, ortaya da yazarıq 35-i. 35-dən 28-ini çıxsaq qalar 7, 64-dən 35-ini çıxsam 34 çıxsaq neçə eləyir? 34, Hə, 34 çıx. 35 müəllim. 34 çıxdı lan qız. 29. Yaxşı. Deməli, Çıxsa 30 eləyir, bir dənə az 29, yaxşı. yaxşı müəllim olsun 29. Hə. İndi 29-un 7-yə nisbətindədirsə ən çox olacaq. Ən çoxunu istəmişdiniz, azını istəmişdiniz. Bəli, ən çoxu. Çoxu olacaq azot qazın. Çox qəşəng. Mən belə eləməyəcəkdim. Məsələn, mən belə düşünmürdüm də. Sən daha rahat elədin əslində. Bəlkə mən də rahat eləyirəm. Mən ortanı tapacaqdım, bunu, ədədi ortanı. Ədədi ortası neçədir bunun? Bu qazların. Xəncəni itirdik. 92-nin yarısı eləyəcək. O da eləyir 46. İndi 35 hara düşür? 46-dan aşağı. Yəni 28 ilə 46 arasına düşürsə, yəni 28-ə yaxın düşürsə, demək azot çoxdur. Bura düşsəydi, deməli SO2 çox olardı. 46 alınsaydı, 46 özü olsaydı M orta, deməli molları bərabər idi. bildim, aydındır. Bəli. Bir şey soruşum. Bizdə məsələlərdə normal şəraitdə nə bilim sıxlıq verirsə, bizdən nəyi tapmağımızı istəyir həmən? PV bərabərdir nöqtə üstuna əsasən desək, normal şərait veribsə həcmi verib, sıxlıq veribsə bir dəqiqə. Biz bu düsturu istifadə eləmirik, ya, bax sənin diqqətinə çatdırıram. İstifadə eləmirik, sadəcə ona əsasən getməyə çalışırdım. Aha, get, tamam. Bir dəqiqə, sıxlıq, normal şərait və sıxlıq veribsə, çox vaxt kütlə soruşa bilər. Bəli, emi yönləndirir. Sənə deyir ki, get M-ləmiş. Böl V-yə görə M deyirik. böl 22/4. Bəli. Deməli, 3D5, 4S2, 3S2, 3P5. 3D5, 4S2, 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 3P5.
Ee, birinci, ikinci. Hansı valent elektronu daha çoxdur? Birincidə valent bir dəqiqə. Birincidə valent elektron 2-dir. İkincidə Hı? valent elektron 5-dir. Ona görə ikincidə daha çox olacaq. Valent elektronu ikincidə çoxdur. Hansı xarici təbəqəsində daha çox elektron var? Hansının xarici təbəqəsində daha çox elektron var? Bəli. Mən birincidə 3-dən də hesablamalıyam. Biz onu bilmirik ki, mən ədəbiyyat müəllimiyəm. Mən xarici təbəqə deyəndə yenə də 4-2-ni nəzərdə tutacağıq da məncə. Ona görə ikinci. İkinci çoxdur. Yaxşı. Hansı metaldır? D varsa birinci metaldır. Birinci. Bəli. Çox yaxşı. Hansı uçucu hidrogenli birləşmə əmələ gətirir? Qrupuna baxarıq. Birincisi ikinci qrup elementi olacaq. 7-ci qrup deyək, Xədicə. Bəli, 7-ci qrup. Aha, Hə, tamam. ikinci də 5-ci qrupdur. Birinci Bəli. birləşmə əmələ gətirməz çünki bir dəqiqə. 5 4-dən sonralar uçucu idi da, düz deyil. də gətirəcək. İkisi də əmələ gətirəcək. 1 və 2, bəli. Yoldaşlar, gəlin Xədicənin səhvlərini tutaq. Mənim səhv deyirmişəm, siz də Valent elektron sayı birincidə 7 olmur. Bəli, valent elektron Xədicə qrupdur. 7, bunda 5. Bəli, birinci çoxdur. Amma xarici təbəqə, düz demirsən. Xarici təbəqə deyəndə təkcə 4S2-yə baxırıq. Burada 2, burada isə S və X təbəqə, ikisi üçüncü təbəqədir. Bunu düz demirsən. Metalı birinci düz demirsən. Uçucu. Bax, metaldır o. Birinci D elementləri hidrogenli birləşmə əmələ gətirmir. Hətta əmələ gətirsəydi belə, o metal olduğu üçün uçucu olmayan olardı. Ona görə burada 2 deməli idi. Yaxşı. mən biri Bunu biraz mənim də siz məni çaşdırdınız sonra. Bəli, mənim də biraz əməyim oldu sənin çaşmağında. Yox. Zəhra. Bəli, müəllim. Zəhra xanım, SO4 2 mənfi ionunda olan elektronların sayı NH4 müsbət ionundakı elektron sayından neçə dəfə çoxdur? S16, O8, N7, H1. Hadi bakalım Hadice. Zəhra. Zəhra, bəli. Bir dəqiqə. Bu uşaqların bir saniyə Zəhra. Tutaq ki, bunlar dərsdə idilər. Dərsdən sonra gəlib qoşula bilərlər də. Hə, Zəhra, sən hesabla. Zəhra, kömək eləyək. Çox səssizsən sən. Birincidə 16 üstü 32 48 Aha. ümumi elektronda olacaq 48 50. İkincidə də ki 7 üstə gəl 4 11 burada da olacaq 10 5 dəfə çox. 5 dəfə çoxdur. Yaxşı. Zəhra, X 3D 3-dür və maksimum həyəcanlanıb. X-in hidrogenli birləşmə formulu nə olar?
Bilmirəm. Kömək Deyirəm. eləyə bilərim. Kim kömək HX edir? HX kimsən sən? Məmmədova. Məmmədova xanım, necə elədik ki? İndi müəllim maksimum həyəcanlanıbsa 3D3-dür. 3S1, 3P3, 3D3 kimi yazarıq. Burada da Bəli. D-cilərini paylayırıq. 3S2, 3P5-dir. Burada görürük ki, 7-ci qrupdur, halogendir. 7-dir, bəli, keçmiş bilir. Hansı Xlordur. elementdir ki bu? Xlor. Fatimə. Xlor mənim, xlor. Xlor deyil. Bəli, xlordur, düz deyirsən. Yaxşı, bəli, bəli. Xədicə, Bəli, müəllim. yəni Zəhra da, Xədicə deyirəm elə. Zəhra, iki qonşu alkanın emer cəmi necə ifadə edərsən? Bir alkanın emeri 12'nin üstə gəlinsin 2'dir. Yox, 14'ün üstə gəl 2'dir. 2 alkan da 28'in üstə 4. İki qonşu alkan demişəm ha, Xədicə. Aha, kömək eləmək istəyən var. CH2 fərqi var. Birinə 14M plus 2 desək, X-i 28M plus 16. Deməli, bəli. Biri 14-ün plus 2 olanda, o birisi 14-ün plus 2 fərqlə CH2-də axı plus 14 olacaq. Və 28-in plus 18 olacaq. Sonra Zəhra, neçə mol? H2SO4-də 1 mol oksigen var. Oksigen atomu var. 0,25 mol. 0,25 mol, təşəkkürlər. Qayıtdıq başa. Əli, Əli yoxdur burada. Buradayım müəllim. Sualınızı gözləyirəm. Kalium OH və ya natrium OH məhluluna hansı elementləri daxil etsək sərbəst hidrogen çıxardır? Bezenal C, Bezinası. Birinci mən sənə hansı suallar vermişdim? Üzvidən yoxsa ümumidən? Üzvü mən. Üzvü. Hə, yaxşı. Bəs Əli, bərk və ya mayələrin sıxlığı kütlə və həcmdən necə asılıdır? aslı deyil. Kütlə və həcmdən asılı deyil, bəli. Sonra. Elə sual vermək istəyirəm ki, sən bilməyəsən. Axtarım, amma Nə versəz onsuz da bilmirəm. nə versən asla bilməyəsən. Yaxşı. Qeyri-metallar metallarla birləşəndə adətən hansı valentliklərini göstərirlər? Minimum. Minimum valentlikləri adətən nəyə bərabər olurdu? Necə nəyə bərabər olur? Yəni necə tapırdıq da?
8 qrup şəkildə. Deməli, bu oksigen alınma reaksiyasında nəysə belə. Hansı ifadələr doğrudur? Hansı ifadələr doğrudur? M-A qram kalium kloroid parçalanıb. Bəli. Bu yəqin ki səhvdir. Niyə? Rəqəm versəydi hesablayar. Mən onlar düz yazmışsınız. Hə. Hı. Mən burada azalma oksigenə görə olur. Hı. Onda M-A nəyi ifadə edir burada bizim üçün? Yəni oksigenin kütləsini. Bəli, M-A oksigenin kütləsidir. Parçalanan kalium kloratın kütləsi deyil. Yaxşı, A qram kalium kloroid parçalanır. Səhv olar da, niyə belə bir şey oldu? Aha, yaxşı. A qram kalium klor alınıb. Alınıb bir dəqiqə. Bu da səhv olar. Yaxşı. Parçalanan kalium kloroidin kütləsi X olarsa, tənasüb təklif eləmək ki, belə bir tənasüblə o X-i tapa bilərik. X üçün ifadə qiymətidir. A-lı, B-li bir şeylər. Kalium kloroidin emeri 122,5-dir. Oksigendəki 32-dir. Deməli 122,5-i 2-yə vuraq birinci. Nəqd edəcək. 245. Bəli. 245 parçalananda 32 vur 3, yəni 96 qram azalma olur. Həm də oksigen alınır. M-6 olanda da X. X nəyə bərabərdir? Nə oldu X-ə ifadə verə bilmirsən? Burada indi 245 vurulsun M-A bölünsün 96. Hə. Belə bir şey olacaq. Yaxşı. Ayrılan O2-nin həcmini normal şəraitdə ifadə edə. Buradan Bəli. normal şəraitdə 22,4-dür. Biz birinci molunu tapmalıyıq. Yəni M-A-dırsa böləcəyik 32-yə. Buracıq 22,4. Çox qəşəng, çox gözəl, çox fakir. Nə? Bu bizə sual verə bilərəm. Buyur. Bu A qram kalium klor alınıb. O niyə səhv olur ki? A-da dayanmır. İndi Bu düz deyim deməli. Kalium kloroidin tam parçalanmadığını da görürük. Yəni indi bu düzdür yoxsa səhv? əslində A qram kalium klor alınada bilər, alınmaya da bilər. Hə, ona görə deyirəm. Bəli. O A kalium klor ola da bilər, olmaya da bilər. Amma bu qrafikə baxaraq, bu şəkildə baxaraq, kalium kloroidin tam parçalanmadığını deyə bilməzsən. Necə yəni? Necə deyə bilərsən ki? Tam parçalanmadığını. Hə, bax sən deyirsən ki, Yəni deyirsiniz qrafika ki, parçalanıb. nə? Deyirsiniz ki, tam parçalanıb kalium kloroid. Ola bilər tam parçalansın da. Amma ola bilər də. Ola bilər ki, tam parçalanmasın da. Hə.
Onu Ya soruş. mən şərti orada əski vermişəm. İndi sən deyərkən mən fikir verdim. Mən orada deməli idim ki, bax A qram kalium xloroid, bax bu şərti sizdən soruşmaq üçün, sual sizdən soruşmaq üçün orada deməlidir. Reaksiya tam gedib yoxsa yox. Yoxsa onu səndən soruşa bilməz. Ya da rəqəm verməlidir. Həm rəqəm Reaksiya tam versəydik gedib hesablayırıq. demədən rəqəm verərək, bəli, onu eləyə bilərdi. Konkret rəqəmlər versəydi. Deyə bilərdik. Necə Ali? Aydın oldu mu nə demək istəyirəm mən? Bilmirəm. Hı. Ee, yaxşı. Üzvü ilə dediniz başlamışdıq. Qeyri-üzvüdən nəsə soruşduq. Tamam. Sonra Məmmədova Fatimə. Bəli. Müəllim, məndən üzvü soruşmalısınız. Üzvü soruşmamışam səndən. Yox. Yaxşı, səndən üzvü soruşaq. Bu neçəli radikaldır? Bu üçlü deyil, ikili. İkilidir, bəli. Bu çıxan karbon neçə karbon birləşdirirsə o qədər li olur. Yaxşı. Bəzən nəzəriyyədə sadə şeylər adamın yadında qalmır. Məsələn Fatimə, X və Y alkanlardır. X qaz, Y mayedir. Yox, maye, bərk. Bu sonuncu mayedir, bu ilk bərkdirsə, bunların sigma rabitələrin cəmi nəyə bərabərdir? İndi S1-dən 4-ə qədər şeydir. Hı. Qaz idi. Hı -hı. 5-dən 15-ə qədər maye idi. 16-dan bərk idi. Hı -hı. Maye sondursa, bu S15-dir. Bu ilk bərkdirsə S16-dır. Sigma rabitə cəmini istəyirsiniz. Hı. Sigma rabitə, ümumi sigma 3000 plus 1 ilə tapılırdı. 3 vur 15 plus 1 46 üstəgəl. Bu birisində də 49. 46 üstəgəl 49. O da 95 eləyir. Deməli, baxaq, bu 15-32-dir. Bu da 16-34-dir, eləmi? Topladıq, 1 çıxdıq. 31 üstə 15 gələk, belə. 14 üstə və ya 32 gələk. 48. 15 üstə 34 gəlsə, bu elə 50 edir, 49. Bunu hesablamışdım. Bir dənə atdıq bura, 50 üstə 47 gələk. 97 dedin. Yox, 40. Yox, 90 neçəsi yadımda deyil. Aha. Bu deyildi Ya. amma. Aydın oldu da necə oldu? Yəni bildim. Mən sigma saymalı da şeylər. Yaxşı. R xlor plus R2 xlor. Zeti mi yazsam? R1'i mi yazsam? Allaha nə xoş gedər. Tamam, R1'i yazıram. Qoy bir dəqiqə Fatimə xanım. Görə də sualın şərtini başa düşəcəyik mi?
Burada indi R1 C2H5 xlordur. R2-dəki izopropil radikaldır. R2 ilə də xloru izopropil deməli. Hə. İndi natrium OH spirtdən keçirəndə bunu bir dənə propen alınmır ki. Propen də alına bilər, propin də alına bilər. Yox, propin alınmır çünki xlor söhbəti var. Deyil. Propendi M-i bilmədim. Qəşəng sual vermiş. Ora su Niyə yazdı. düşünürəm? Abi çay boş içəcəm. Hə, bağışla. Nə? Natrium OH-ı ikincisini su Ya, eləyir. o hər tüzüm axtar. Fikri olan varsa fikir ilə Müəllim, bilə bilər. R1-dən R2-yə net bir şəkildə hansı radikal olduğunu deyə bilmirik. Yəni ikisini də Bəli. nəzərə alıb reaksiya aparmalıyıq. Bəli. Şərti düz anlamısan. Fatimə, sən niyə bunu R1 dedin ki? Elə belə. Bəlkə Ayda. R2 odur. Ona Bildim görə mən. burada iki ehtimal var. Bəli, Onda biri propendi, o biri də etilen ola bilər. hibrid orbitalda şeydi, 4N minus 2 p'ydi də. Fatimə, düsturla sən niyə öz vəziyyət deyirsən ki? Mən o biri cür eləmirəm də, indi düstur yadımda qalıb deyə daha rahat. SP2, yuxarıda SP2, SP2-dir, aşağıda SP2, SP2, SP3-dür, onun toplayıcı. 3, Elə 3, olanda 3, mən 3, 4. elə olanda mən qeyri-hibridlə qarışdırıram da, yəni haşları falan da sayıram arada saymıram. Nevə. Haşlar heç vaxt hibridləşməz. Bax, bir dənə sadə bir şey deyək. Hibridləşmə baş vermək üçün ən az 2 fərqli türdə, fərqli cür orbital qarışmalıdır. Hidrogen isə bir dənə orbitalı var, 1s. O öz-özü ilə necə hibridləşər ki? Bəli. Haş heç vaxt hibridləşdirmə. Hə, yaxşı. Bir dənə də sənə reaksiya verək. Simple reaksiya. Nə anlar burada? CO-la H2 3 mol. Sintez. Oynayan H2. Təşəkkürlər. Gəldik, burada kim gəlir? Əli, Fatimə, Nurlan. Nurlan. Bəli, müəllim, bəli. Nurlan əfəndi, belə bir dənə maddə almışıq. Bu hansı maddədir öncəliklə? Bir metil siklopropan, siklopropan. Siklopropan. İndi, yaxşı. X maddəsinin formulunu tap mənim üçün ki, bu X nə olsa sinklə reaksiya girsək, bu alınır. Bir metil 2 xlor Nə? siklopropan. Nə? Bir metil 2 xlor siklopropan. Yo, no. Sinkə nə ilə təsirində sikloalkan alınırdı? Kömək? 1 üst dixlor, Bəli. metil propan. Bəli. Qonşu olmayan no qonşu dihalogen alkan. İndi Nurlan, bax, sənin bu alınan formulda neçə karbon var? 4. 4. İndi xlorları elə yerə qoy ki, 3 bucaq yaransın. Xlorlar çıxmalıdır, 3 bucaq yaranmalıdır. Hara qoya bilərsən? Deyil. Birdən 3-ə.
Və yaxud da 3 karbon elə belə qoyarsan, metili bura qoyarsan, yenə 1-3 qoyarsan. Yəni hər iki halda 1-3 olmalıdır. Tərkibində eyni sayda H olan siklo və alkan. Sikloalkan və alkanda. H-ları eynidirsə, hansında sigma rabitələrin sayı daha çox olar? Daşları eynisi birinci bərabərləşdirək. Orada 2-nin bərabərdir. 2-nin üstü 2. Karbona eyni deməmişəm ki. Aytaz buradadır. Bəli, müəllim, buradayım. Darıxmırsan Aytaz. Xeyr, müəllim. Sizə yaxşı suallar verirəm, yoxsa bura? İkisi də müəllim. Təşəkkürlər. Nuqlan. Sadəcə burada sual vermə bilsən necə kalitəsi biraz artır. Niyə? Çünki əlimin altında yaza bildiyim yer var, daha rahatdır. Amma bugün bizə də yaxşı suallar verirsiniz müəllim. Ola bilər. Hə, Nurlan bəy. Karbon sayına baxıb karbon çox olduqda sigma çox olurdu. Belə bir şeydə, belə bir şeydə həmişə nümunə yaz. Rahatı. Bir dənə diskloalkan yaz, bir dənə də alkan. Amma H-ları eyni olsun. Aha, dinləyirəm səni. Daşları eyni, məsələn, alkan götürək, etil götürək, etan götürək də C2 H6. Diskloalkana götürək. 6-ya bərabər olmasın, karbon gerek 2 olsun. O. O da olmaz. Hadi bunu 6'ya beraber etsin, karbon neçə olmalıdır? 3. 3. C3 aşağı. Ve sigma rabitələrin sayı. Burada alkanlarda sigma rabitələrin sayı necə tapırdıq? Ümumi sigma demək indekslərin cəmi olurdu. Aha, ya, ufacık bir detay. 3 sentisi gəlsin bir. Üstə gəlinsin. Çıxılsın bir. 3 sen çıx bir. 3 sen plus 1. Ha, üstə gəlsin bir. Doğrudan o 3 sen plus 2-dən 1 çıxarır. Düsturla demirlər. İndekslər cəmi 1 kimi mən algılayıram sənin dediyi. Ona görə üstə gəlsin mənə qəribə gəldi. 3-nin eynisin axı, hər şey gözünün qabağındadır da. İndeks cəmindən 1 çıxacaq. Bu eləcə 7. Bəs diskloalkanda sigma rabitələrin cəmi necə tapırdıq? Nurlan, üzvü kimyon sürünür ha Nurlan. Diskloalkanda sürünür. Mən alkanlar biraz başa düşmüşəm. Diskloalkanlarda çatmıyor çəkilir. Sürüm sürünüyor. İndekslər cəmi bu 9 olacaq və diskloalkanda daha çox olacaq. Yaxşı. Sən bu maddənin bir dənə izomerin de mənə. Bu 2 metil butandır da. 2 metil butan. Bunun bir dənə izomerin de mənə. Görürsünüz. Nə? Bir də gözüm yazdım. Birinci karbon yerini dəyişir. Ümumiyyətlə ikinci karbonda olan karbon yerini dəyişir. Məsələn, birinciyə qoyaq 1 metil butan. 1 metil olmur. Bu da alkanın açıq zəncirdə 1 metil olmur. 1 xlor olar amma 1 metil olmaz. Çünki o 1 dediyin zənciri uzadır. Ha, o da var. Doğrudan qarşıladı. 5 olur. Qəşəng bir dənə sual tapmışam. Ağlımdan çıxmamış, sən mənə cavab ver. Əsas zəncir onda 3 karbon idi. Diğer karbonu da əlavə edir aşağıdan. Əgər buradan əlavə eləsən, eyni zəncir olacaq. Amma sən bunu belə eləsən, bəli, izomer olar. Fərqli adı olmalıdır. Yaxşı yadıma bir şey düşdü.
Bu gün dərsdə bir uşaq göstərdi. Bir dənə baxın. Nəzəriyyədə bir dənə yer səhv gedib. Deməli, homoloq eyni Bəli, sinfə mən bunu daxil demişdim. demişdiniz. Yəni qrupda müzakirə eləmişik. Mən görməmişəm amma. Bəli. Hə. Deməli, eyni sinfə daxil, kəmiyyət tərkibi eyni. Xeyr, bu keyfiyyət olmalıdır. O isə kəmiyyət olmalıdır. Ma da deyin də, nə mə da deyin, mən düzəldim də bunu. Elə bildiyi Keyfiyyət. oxuyursun deməli. Mesaj çox olanda açıb belə bir dənə üstə çevirirəm. Bəzən oxuya bilmirəm, vaxtım olmur. Amma nəsə bir vacib bir şey olanda mənim də baxmam lazım olar. Mütləq mənə bir dənə şəxsi də qeyd edin ki, mən də ona diqqət edirə bilim. Yaxşı? Oxuyanda nə isə reaksiya verirəm. Özüm də nəsə yazıram. Yəni bir əladır, düzdür, filandır bir şey deyirəm ki, qoy nə olsun. Aydın olsun. Tamam, hər kəsə bir dənə sual verirəm. Monoxlor törəmələrin sayı 1 olan, qonşu olmayan, sıxlığı, hər birinin sıxlığı havadan çox olan 2 alkanın eyni molda götürülmüş orta nəyə bərabərdir? Hadi bakalım, buyurun. Sualı erməni budaq cümləsi ola bilər, redaktiyaya ehtiyac var. Amma siz başa düşdünüzsə problem yoxdur. Yəni Mən 2 dənə qonşu olmayan alkandır. niyə dediniz? Hə? Qonşu olmayan niyə dediniz ki? Çox asan olardı elə. Deməli, monoxlor tərəmələrin sayı 1-dir, qonşu deyirlər və heç qonşu deməyə burada ehtiyac yox idi. Qonşu şərtini silirəm. Hər birinin sıxlığı, normal şəraitdə sıxlığı havadan çox olan. Ayrı-ayrıqda hər birinin sıxlığı havadan çoxdur. Karbon 12-dir, H1-dir. Buyurun. 2 alkanın M ortası eyni molda götürülür. Tapdım mən. Fatimə şəxsi. Mənim şəxsi yazaq. Bəli, rəqəm yazarsınız da 5850 məsələn. Fatimə səhv deyirsən.
Hə, cavab yoxdur. Müəllim, bu alkanlardan birini etan götürə bilərik. Etandır bəli. Digərini tapa bilmirəm. Etandan sonra bütün alkanların artıq monoxlorlu tərəmələrin sayı birdən çox olur axı. Onun izomerin yazaraq əldə edə bilərsiniz. Hökmən düz zəncir yazmaq məcburiyyətində deyilsiniz. Kimindir? Yoldaşlar, mən aha, o. İzah edeyim müəllim. Bəli. Deməli, bu 5 karbonlu birləşməni deyək də, bir dənə ortada, hər tərəfindən də bir dənə karbon birləşdirdim. Burada da xloru hara qoysa eyni olur deyə bunu Bəli. göstərir. Bir də etan. Bəli, bir də etan. Bu formulu görürsünüz. Növbəti sadəcə budur ki, sadəcə budur ki, monoxlor tərəməsi bir dənədir. Metandadır monoxlor tərəmə 1, etandadır, bir də ki, burada. Emeri havadan çox olduğu üçün metan variantın üstündən xətt çəkdik, etanla. Etan 30-dur, bu da 72-dir. Toplayıb 2-yə bölməliyik. Ədəd 4. Deməli, sonra. İşıqlasandır. Bəzən oldu. İşıqlasanmışdı. Ayda nəfs oldu. Mən burada S5-i M-pentantin düşünmüşəm deyə. Daha sıxmırdı. Bəli. Ola bilər. M-pentan kimi olsa da düşünürsən, cavab çıxmayacaq. Hüseyb, Bəli, mən Hüseyb, sizdən nə soruşmamışıq? Ümumüzlü, qeyri-üzvü. üzvdən mən soruşmam istəyirsən. Ülüs reaksiyasında dəyişir nələr? Mən karbon sayı dəyişir, 2 qat olur. Zəncir uzanır. Aha. Sonra. Sonra mən izomer sayı da arta bilər də. Yoldaş Hüseyb, izomersa nədir? Onlar eyni maddə, belə deyək də, radikalla alınan alkanın izomer sayını müqayisə eləmək biraz, nə bilim, məsələn, karbon oksidaşma dərəcəsi, karbon zəncirinin uzunluğu, karbonun valenti, hidrogen oksidaşma dərəcəsi, bunlardan nələr dəyişmir? Nələr dəyişir, daha doğrusu, dəyişir soruşmuşam. Karbon oksidaşma dərəcəsi bir dəqiqə. Mən karbon oksidaşma dərəcəsi azalır. Hidrogen oksidaşma dərəcəsi dəyişməz. Valentlik. Sabit qalır o da. Dəyişmir. Yaxşı. Homoloq və izomerin
Oxşarlığı nədir? Müəllim, homoloq və izomer, daha doğrusu homoloq eyni sinifə aid olan maddədir. Hı -hı. İzomer. Müəllim, izomer maddənin belə deyək də quruluşunun dəyişməsidir. Yəni yenə də eyni maddə, eyni formulunda sadəcə olaraq zəncir fərqlidir. Yaxşı, hansında keyfiyyət tərkibi eyni olur? Keyfiyyət tərkibi müəllim hər ikisində eyni olurdu, çünki Oo. eyni sinifə aiddir. Keyfiyyət. Hə, Ha, keyfiyyət bir eynidir. Keyfiyyət. Kəmiyyət tərkibi. Hə, kəmiyyət tərkibi müəllim homoloqda dəyişir. Homoloqda dəyişir, bəli, homoloqda fərqli olur. Yaxşı. Kiçik alkanların hansı nümayəndələri birləşmə, hansılarsa əvəz etmə reaksiyasına daha meyilli idi? Hansı zəncirlər? Bir dəqiqə, mən 5-ə qədər olanları səhv eləmirəmsə əvəz etməkdir. C5-dən sonrakılar deyəsən birləşmə olur. Əksinə, Müseyv, əksinə. Kiçik zəncirlər. Birləşmə, böyük Bəli, zəncirlər əvəz kiçik etmə. halqa birləşmə. Yaxşı. Alkan zəncirində birli karbon atomları özünə neçə hidrogen birləşdirir? Bir dəqiqə, birli karbon atomları 3 dənə. 3 dənə hidrogen birləşdirir. Bəs üçlü karbon? Onda mən bizə dənə hidrogen birləşdirə bilir. Bəli. Xədicə, buradasan? Bəli, bu Müəllim, Bəli. dərs təqribi neçədə qutarar? İndi Xədicədir, bir də Zəhradır. Onlar sual cavab edeyim, bitəcək. Kaş Tamam. bitməsə mən Niyə? maraqlı gəldi. Bəli, sual cavab maraqlı olur. Çünki mən sual verirəm. Deməli, Zəhra, yəni Xədicə, bəli müəllim. Xədicə səndən də soruşmamışam. Məndən bayaqları ümumi kimya soruşdunuz. Yəni məncə Qeyri-üzvü ilə üzvü soruşmamışam, eləmi? bəli. Yaxşı. Karbon-karbon sigma rabitələrinin sayı. Alkanlarda dəyişsə yəqin ki N minus Bir dəqiqə. N+1 olan alkanın 1 molunun tam yanmasından neçə mol su alınır? demək karbon sigma rabitələrinin sayı N-1 olan alkan. Onda bunun N+1 deyə Xədicə, N+1-dir, -1 dedin. +1 dedim deyəsən. Yox, mən nə dedim bilmirəm. Siz +1 demisiniz, oraya elə yazmısınız. Bəli, mən davam edeyim. Karbon-karbon arasında N+1 rabitə varsa sigma, demək N+2 sayda karbonu var. Bir atomundan neçə mol su alınır? Bir atomunda N+1 qədər karbon varsa, bir dəqiqə, onda bunun hidrogen sayı da 2N, bir dəqiqə, 2N üstəgəl 4 üstəgəl 2 olacaq. 2N plus 2 dəfə 4-ün 2 üstünə 4 6 olacaq. Onda elə bir bunun quruluşu CN+2 H2N plus 6 olacaq. Və su da H2O-dur. Hidrogen sayı da mol sayı olacaq suyun N+3. Bəli, düzgündür. Yaxşı. Xədicə xanım, hansı reaksiyada alınan alkan şaxəli quruluşlu olur? Burada birinci hissədə o natriumdan, oradakı natrium birləşib natrium karbonat əmələ gətirir. Yox, natrium O ilə birləşib natrium karbonat əmələ gətirir də hidrogen birləşir də o şaxəyə. Burada alınacaq 2 metil propan birincidə. İkincidə isə burada da eyni ilə o natriumdan natrium O birləşəcək, natrium karbonat əmələ gətirəcək. Amma burada normal butan alınacaq.
Bəli, doğrudur, Xədicə xanım. Xədicə xanım, bəs sən mənə deyə bilərsənmi? Sən mənə nə deyə bilərsən? Alüminium amalqamasının su ilə reaksiyasına nə alınırdı? Alüminium OH3, Aha. bir də H2. Bəs bu reaksiya, aha, bəli, H2 bu reaksiya nə alınır? Burada kalsium OH2 ilə asetilin. Bəs metal plus turşu reaksiyasına H2 almaq istəyirəmsə, metal nə turşu nə olmaz? Metal pasiv olmamalıdır, yəni hidrogenden sonra yerləşməməlidir. Turşu HNO3-ün nə qatısı, nə durusu olmamalıdır. Bir də H2SO4 qatı olmamalıdır, çünki qatı hidrogen çıxartmırdı. Yaxşı. Oksigendən maye yağların bərk yağa çevrilməsinə istifadə olunurdu, yoxsa sudan? Hidrogenden. Hidrogendən imiş bağışda. Bəli. Zəhra xanım. Zəhra. Zəhra yoxdur. Zəhra çıxıb. Mən onun yerinə mənə verin. Yaxşı. O kimsə yeməyin kimsə yemir, deyir mən yemirəm, o biri deyir müəllim, olar mən yeyim və yaxud evdə. Bəli. Deməli, Əli, nə soruşacaqdım? Ayda nə soruşacaqdım? Unutmadım. Kalium permangan, ya bunu demişəm. Kalium permanganatın parçalanması demiş. Hə, hidrogen hansı metallardan reaksiya daxil olur? Olur. Aktiv metallardan. Hı -hı. 1A, 2A. Amma berelium istisna. Məsələn, magneziumdan da girir. Aktiv olması da magneziumdan da girir. Bəs hansı elementdən adi şəraitdə reaksiya girir? Flörlə. Bəli, florun adi şəraitdə girir. Guruldayıcı qazda M orta nəyə bərabər olur? 2x. M orta. Nisbətində olur. M ortanı hesablasaq 4x plus. Mən hesaplamaq lazım deyə. 12x. Bəli. 12. Həmişə 12. Bəs qarışığın kütləsi? Yəni, guruldayıcı qazın kütləsi həmişə nəyə bərabər olur? 36x-a. 36x-a bərabər olur, bəli. Nə qaldı oradakı? Oksigenlə reaksiya girib, amma oksid verməyən elementlər hansılar idi? Natriumla kalium. Natrium peroksid verirdi, kalium superoksid. Ondan oksidini almaq üçün də üzərinə natrium və kalium gəlmək lazımdır. Bəs hansı qazları suyu sıxışdırmaqla toplamaq olmaz? Su ilə reaksiya gedəni və ya su ilə adi şərtdə reaksiyada həll olanları. İndi məsələn, etilen su ilə reaksiyaya girir. Bilirik də. Etileni suyu sıxışdırmaqla toplamaq olarmı? Məncə olmaz. Reaksiya gedirsə, olmaz da. Məsələ nədir? Bu adi şəraitdə girmir. O temperatur katalizatordur. Ona görə toplamaq olar. Bir qaz adi şəraitdə su ilə reaksiya girirsə, onu toplamaq olmaz. Dərsimiz bu qədər yoldaşlar. Hələlik növbəti dərslərdə görüşərik. Sağ olun. Sağ olun. Sağ olun. Aleyküm sağ olun. Sağ olun.